Azerseldə VÖN-dən alınan internet nömrələrinin necə ləğv eləmək olar? İnternet deyirəm, çünki çox adam onu internetə görə alır. Yəni ki, fakturalı xətt nömrələrimizi 17 manat vurub 60 GB götürdüyünüz nömrələr var. Bax onu. Onu Azerselə getmədən də özünüz ləğv eləyə bilərsiniz. Necəmi indi göstərəcəm. İlk öncə videomu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Bu tərz videoları daha ətraflı bilmək istəyirsinizsə, səhifəmin bio səsindən keçirib YouTube kanalımdan da baxa bilərsiniz və mənə dəstək olmuş olarsınız. Nə keçək videomuza. Həmin VÖN nömrəni Azersel kabinetimdə qeydiyyatdan keçiririk və kabinetimə daxil oluruq. Daxil olduqdan sonra yuxarıda sim ayarları bölməsi var. Bunun üstünə klikləyirik. Burada aşağıda gördüyünüz kimi nömrənin xətti üzrə ayarlar bölməsi var. Bunun üstünə klik edirik. Buradan xəttin statusu bölməsi var. Bunun üstünə klik edirik. Burada gördüyünüz kimi məndə bağlıdır. Yəni mən bağlamışam, ləğv eləmişəm. Sizdə açıq yazası, burada xətti bağla var. Xətti bağlanan üstünə klikləyirsiniz və xətt bağlanmış olur. Xətt bağlandıqdan sonra 180 gün ərzində nömrəniz təmiz yanır. Və onu da deyim ki, çalışın içində heç bir borc qalmasın. Borcu təmiz bağlayın. Ondan sonra bu qaydada buradan bağlaya bilərsiniz. Bu qədər sadə dostlar. Sağ olun, salamat qalın, növbəti videolarda görüşərik.